Haydi de. Burada hiç vakit açık olmadı da. Uf. Başımı neyle katım? Mahlum eğlendi. Ne? Bu dünyanı unuturum. Gülüm senin kucağında. Lan ölüm estirmeyeydim. Ölüm senin kucağında. Bu dünyanı unuturum. O şimdi gene geldi. Bura gələ, unudaram nədə? Ne olur? Sən... Zülmem ne olur? Nətər yanın olub? Derdim. Qoyunları sənə verdim ki, onları otarasan. Hə. Sən də öz aləmində məni otarırsan, hə? Şimdi- Sən tiktoker olmuşsan, Kuşu tiktoker kulak kimsən, hə? Aşı sen de arvadından küsen kimi çomağa götürüp zümürsen benim üstüme. Bura Aşı gələ! dinle ne olur de ne olur? Sən mənim üçün tiktoker olub, hə bu? Aşı kim olur ben dikkat. Tiktoker olub, sən lan tiktok bilən olmuşsan, hə? Dedim dayan. Dayan, sən öləsən, səni şafta bir hala salacağım. Sən nə qanmaz adamsan, Sen ne olur be? Girdim TikTok'a gördüm okuyordun da oradaydın da. Şu harada o cemaat giren yer. Aşı benim pulum var TikTok'a girem. Benim hiç pul tapıp evime WhatsApp çektirebilmirem. Benim o TikTok'ta ne işim var El çek benden de. Dayan hemen soran görmürəm səni. Sen çek benden. Sən öləsən. Şafta məni qatırtma. Şafta çək. kim ağrıyır? Şafta yaşa adamsan. Qaçıram camaat bak. Ayaklarım ağrıyor. Bak səni tutar bilməyəsən. Kaçan bilmirem. Haydi ne? Haydi ne vurma. Vurma. Aşı ne istiyorsan ne olur? Vurma ne ağrıdır ne olur? Hara qaçın ha? Ne olur ben ağrım? Sən olsan iç adamsan mən əsəbləşdirmə. Səni çoban qoyanı kimi. Bəli. Qoyunların içindən bir yaxşı narman səsi bir starçı qoyardım da. Niyə? Sənə ehtiyac var idi. 5 yaş adamsan TikTok nədir ona da. Bax şafta sənə deyirəm. Sən bir də TikToka video qoysana. Məndən incimə. Gör nə olacaq. Şimdi ben koymamışam. Onu ben okudum. Gafarın oğlu yoktu. O çekip götürüp koyup o TikTok dinledi ona. Orada da bakımlar da. Mənə bak, indi orada çoxlu baxış olanda mənim turda koyman yazılır mı? Gic-gic danışma, turda boynadı o nədir? Özə səsin zadın yoxdur da. Gic-gic oxuysan, iç kimi zengildiysən. Kusura bəs də. Kim zengildi? Kim zengildi? O ses var, o istedat var. Mənə rəhmətli yatamdan qalıb. Ne danışsın? Son bir dəqiqə sən Ne oldu? Bu nə də? Dayan. Kimdi? Alo. Ben yoxam. Bəli. Kimdi? Çoban. Tamam. Hər bilin. Zülfüqar mənimdir, bəli. Hada mənim çobanımdır, nə olur? Ne olur? Doğrudan. Ne? Onları ama 50 min yoxdur, 60 min. Belə. Ciddisinizsə kartı atım 1000 manat bek göndərin. Oldu. Ne oldu hemen? Bana belə baxma. Evim yıkıldı ha? Hayat ondan bu kafanın oğlu saldı menzibilədən. Mən uşaq tarırlar ne olur? Yox, Ayşəfdə, yox. Ayşəfdə. Öpüm səni. Mat edeyim səni. Bağrıma basım səni. Sənə görə zəng eləmişlər. O sənin videon partlayıb reklam istəyirlər. Mən dedim ki, 1000 manat bir hat. Doğrudan deyirsən. Ne yaxşı. Ben ne oldu? Bir adamı söyürdün. Dediysə sən maç eləyim. Yaxşı, zarafat ededim. Ben zarafat ededim. Ne? Duyan ha. Ne oldu? Alo. Bəli, Zülfüqar mənim, müdürü yox, professorudur. Biz indi çəkilişdəyik hal-hazırda. Reklam çəkilişindəyik. Mən sizə özüm yığaram. Vaxt edib zəng edərəm. Oldu da. Səni partlatmışsan. İkinci reklam gəlir buna da. Gör nə deyirəm ha? Bəli. Bəlkə səni aparım Bakıya bu reklama görə. Sən nə qədər pul qazanarsan? Kəlam pulu qazanarsan, şafta. Doğrudan deyirsən. Olmadı ki. Mənim atamı söyürdün ha. Yadından çıxıb. Sən belə 200 manat ver. Dedim halva pişirtdirim. Paylayayım qonşulara sonra gedək. Doğrudan. He. 200 manat qurban da o dayıya. Allah ona rəhmət eləsin. Gəl ha. Ay sağ ol, çok sağ ol. Olmadı ki. Bir tane de xahişim var. Gedək qəbirstanlığa atamdan üzür iste. Yoksa ben hiç sana gitmeyeceğim. Narahat olmadı. Yolüstü kəsəndə deyərəm ona. Üzü xalq eləyərəm. Gitmek istəmirsən 50 manat ver. Ben sen yerine gidip üzür istəyərəm. Doğru, 50 manat çoxdur. Yo. Ver mənə. Yaxşı, gəl 50 manatı da. Gəl ha, şafta. Ayşe, bir 50 manat da ver atam için dua okutturalım. Gəl. Yo sen bir tane 50 ver de. Çox olmadı bu. Benim de demek geç satır da biraz böyle kanmaz adamdı. Ona göre 50 ver. Molla saat yarım o yanında kalmalıdır. Bu çoxdur da. Gidip maçaya gidiyoruz ya düz değil. Ben evin baş almalıyım. Ay. Benim üstüm başım püskümdedir. Benim bir 500 manat ver ayakkabıma 47 lira azmerdi. Benim ayağım 39'du. Şalvarım ne günde, üstüm başım ne günde. Giyim baş almalıyım Tofi'den. Tofi'də yaxşıdır. Gençlik Mesela palfazdan. Rafik'də yaxşıdır. İkisinde de gençlik. Çək edir, aklaslardır. Akılas nedir? Aklas da yəni orijinaldan biraz aşağı. Akılas maşındır. Yox, paltarlar da orijinaldan biraz aşağı.
Ne. Pencəyim qapı rəngindədir, lan. Gördün borc yiyəsi gəlir belə söykən. Yanından gəlib keçəcək. Lan deyin. Zülüm müəllim, mən hazır. Əla. Mən ama biz Bakıya getmək üçün niyə taksi ilə gedirik ki? Başqa maşın yoxdur, Hə. Bəli. Bu maşından məndə 25 dənə var. Alıb vermişəm Sandra şirkətinə. Ayda pulum gəlir də. Gör qohumda, əqrəbədə taksi sertifikatı olan var. Gəlsin, Hə. üzüm qoşum Sandra ona. 1000 manat maşını alsın, 300 manat da bonus. Nətər dedin? Əlan dedin. Özü mənə var, gör nə deyirəm. Gəl tələsək çıxaq Bakıya. Bayaqdan bir sən nə qədər zəhlər gəlir, hə? Zülüm müəllim. Reklama görə. Zülüm müəllim, getməyinə gerək. İntihası evdə bizdə ərzaq yoxdur. Yeməyə heç nə yoxdur. Arvad uşaq acından ölər. Sən varsa mənə bir 500 manat ver. Evə nələrsə alım, sonra gedək. Narahat olma. Gedək marketdən mən sənə bazarlıq eləyərəm. Eləyərsən? Hə, otur. Hə. Otur, narahat olma. Gəl, hamısını həll edəcəm. Hə, zəylər gəlir, zəylər. Sən öləsən. Reklam tutmuşuq, nəyi var? Gəl, ürəyin nə istəyir, Allah gedək, gəl. Hay sağ ol. Sağ ol Zülüm müəllim. Salam ver. Salam aleyküm qardaş, necəsiniz? Zəhmət olmasa mənə 5 kilo uzun düyü, 10 kilo da yumru düyü verin. Hə, neyinirsən 10 kilo yumru düyünü? Hə, uşağın əlinə bir boşqab versən, gedir qonşudan alıb gətirir də. Yox, elə şey olar. Mən biraz qudurğan adamam. Getdim Bakıya, Bakı xoşuma gəldi, qaldım orada. Arvad uşaq nə yeyəcək? 10 dənə toğ ver bizə, geçən mutlu toğlar olur ha. Ondan bir 7-8 kiloda bir şüşə konfet ver. Hə, şüşə konfeti neyinirsən? Yasa 1 kilo alınır o. Bu qaranı rüstovkalısındır, yox, qoyurlar ortalığa. 1 kilo bəsdir, lazımdır. Bildim, bizimkilər öyrəşib onadır. Mən hər dəfə yasa gedəndə o konfetdən qoyuram, zimə gətirirəm, evdəkilər yeyirlər. Öyrəşiblər, xoşları gəlir. Bir dənə qardaşımsan, mənim üçün səhərin buzko ola qoy. Onu içməsən mənim günüm getmir. Hə, onu üç elə. Üç elə. Hamı istəyir, kim görür hamı istəyir. Gör nə deyirəm, Bəli. bu 17 dən sizdən tələsi nə lazımdır? Ev deşik xəmərim var. Evi kesin dəfə saymışam, hər küncündə bir dənə deşik var, 17 dənə. Gedirəm şəhərə də baxma, bir dənə vaxt gələcəm. Hər deşiyin qabağına bir dənə tələ qoyacam, tutacam sıçanlar. Gedək Bakıya. İnanırsan, pul deməyəcəyik. Nə olar, nə olar? Alo, bəli, Şəftənin prodüsörüdür Zülfüqar müəllim, eşidirəm. Bəli. Nətər? Nə olur? Olanmaz axı. Nə olur? Başa düşdüm. Ha, yox. Qardaş, sən mənə o 72 sabunlar var, ondan ver. Davandaşı var onda. Nə problemdir ki? Problem odur ki, Hə. Şəftənin videoları yayılıb. Özdə qoyunlarla çox biabırçılıqdır. Nətər yəni qoyunlarla? Bildim qardaş, bəlkə bu süni intellekti köhnə videodur. Oranmaz axı. Mənə heç bir dəxli yoxdur. Mən behim geri qaytarır. Vəsə. Behnədir, qurban sənə. Atın bir video baxın nədir də. Belə şey olanmaz axı. Mənim nə olub? Ad boy Həlimatını kim adım o verdi, nə olub? Sən nətən adamsın, hə? Nə qalmışam? Sən buna hərəkətlər verirsən, hə? Çıxaq Bakıya, nə olub? Yaxşı, zən vurub deyirlər mənə ki, Şəftənin qoyunla videoları yayılıb, hə? Pulunu silə bıraxın. Getdi, reklamlar getdi, o getdi. Bu qədər pulu xərclədim. Sən də pulumu ver, hə? Bildim, pul var, pulun hamısı xərclədim, nə dükkanada? Mən qoyunla mən nə qara bilərəm, o nə demək? Bəs tuzu bir gizlə vurman da qara. Pulumu ver, hə? Bildim, pul var, pulun hamısı xərclədim dükkanda. Sən öyle, sən gəl bura. Bildim, nə? Göstərərəm qoyunla deyinəm. Nə olub, nə göstərin? Gəl bura deyinəm. Nə qalmış? Gəl bir abi, Bəlkə yalandan deyirəm.